Danışa bilərəm. Qan damarını danış görüm. Sivri danışmaq istəyirəm. Nəyi? Skeleti. Tamam, qan damarını danış görüm. Mən ürəyi 3 kameralı. Maya nə qalsın? Ürəyi 3 kameralıdır. İki qulaqçıq bir mədəcikdən ibarətdir. Daha sonra qarışıq qan var. Ürəyində ara kəsmə tamdırmı? Yarım ara kəsmə. Olduğuna görə ürəyindən neçə növ qana rast gəlinir? 3 növ qana rast gəlinir. Amma timsahda tam ara kəsmə olduğu üçün ürəyi 4 kameralıdır və qan qarışmır. Qan qarışmır, amma qan harda qarışırdı? Ürəkdən çıxan damarda qarışırdı. Ürəkdə qarışmırdı, amma ürəkdən çıxan damarda qarışırdı. Böyük qan dövranı hara gedirdi? Böyük qan dövranı bir dəqiqə Başa və digər orqanlara, kiçik qan dövranı isə akciğərə gedirdi. Oldu kiçik qan. Böyük qan dövranında hansı qan çıxırdı, hansı qan qayıdırdı? Bir dəqiqə böyük qan dövrəndə arterial qan çıxırdı, venöz qan qayıdırdı. Amma qarışıq qan hara getdi bəs? Qarışıq qanla bir yerə qayıdırdı. Bəli, böyük qan dövranında arterial qandan qarışıq qan çıxır, venoz qayıdır. Yəni böyük qan dövranında 3 növ qana rast gəlir, amma kiçik qan dövranında venoz çıxır, arterial gəlir, 2 növ qana rast gəlinə bilər. Bu oldu belə. Sonra balıqların bəs qan damarı nə cür idi? Ürəyi 2 kameralı bir qulaqçıq bir mədəcikdən ibarətdir. Ürəyində ancaq olurdu venoz qan. Desək ki, balıqlar ürəyində bir növ, bədənində 2 növ. Qurbağalarla sünənlərin ürəyində də, bədənində də 3 növə rast gəlir. Quşlarla məməlinin isə ürəyində də, bədənində də 2 növ qana rast gəlir. Desək ki, bütün sünənlərin ürəyində və bədənində 3 növ qana rast gəlir məsələsi, timsahda, ürəkdə 2 dənə, bədəndə isə 3 növ qana rast gəlir. Məsələn, qayıb desəm ki, burada yaşayanların ontogenezində, ürəyində çömçə quyruq 2 kameralı. Bəli, ontogenez deyəndə çömçə quyruğu düşünürəm. Onun ürəyində bir növ, bədəndə 2 növ. Yetkin fərdində ürəklə bədənində 3 növ qana rast gəlir.